qram şirə alınır. Qalanı isə itkiyə gedir. Düzdür? Və bu nə deməkdir? 1 kiloqram yazıram bura. Əlimdə var kök. Düzdür? 1 kiloqram kökdən 600 qram deyir əlimdə nə qalır? Şirə qalır. Bəs deyir A bəndində qalanı da itkiyə gedir. Onda 1 kiloqram neçə qramdır? 1000 qramdır axı. Yəni 1000 qram kökdən 600 qram şirədirsə, qalan nə qalar? 1000-dən 600 çıxaram, 400 qram deməli itkiyə gedir. Bu əlimdə var. İndi A bəndə deyir ki, kök şirəsinin çıxan itkiyə nisbətini tapın. Kök şirəsi bilirəm ki, 1000 qramdır. Yəni 1000 qramın nəyə nisbətini istəyir? Çıxan itkiyə. İtki də tapmaq 400 qramdır. 1000-in 400-ə nisbətini tapıram. Onu da ixtisar edirəm. Sıfırlar gedir. Nə qalır? 10/4 qalır. Bu da ixtisar gedir. 5/2 qalır. B bəndində isə deyir ki, 2 kiloqram kökdən şirə çəkərsən nə qədər deyir? İtkiyə gedər. İndi bax 1 kiloqram kök 1000 qram idi. 2 kiloqram kök neçə qram olur Aytac? 2000. Azı 2000 qram olacaq. Bəs indi deyir ki, 2 kiloqram kökdən şirə çəkəndə nə qədər itkiyə gedər? Əgər 1000 qramdan itkiyə 400 gedirdisə, onda nə yazaram? Yəni 2000-dən nə qədər gedər? 2000/400 olacaq. Yox, bax 1000 qramdan 4 deməli nisbət nə idi bayaqları? 1000-in 400-ə nisbəti idi, düzdür? Bərabərdir. 2000 olanda isə x yazaram da bilmirəm nə qədərdir. Bunu 1000 ilə 400-ü bayaq onsuz da ixtisar eləmişdim. 5/2 qaldı. Onda çarpaz vuraram. 5-i vuracam x-a bərabərdir. 2-ni də vuracam 2000-ə. Buradan 5x bərabərdir 4000-ə. X də bərabər eləyir 800. Ya da birbaşa da fikirləşə bilərəm. 1 kiloqramdan əgər 400 alınırsa, 2 kiloqramdan onun 2 qatıdır axı. 2-yə vuracam 800 olacaq. Məsələn, C-də də deyir ki, 3 kilo kök şirəsi almaq üçün nə qədər kök lazımdır? Bu dəfə tərsinədir. Kök şirəsini verib hazır. 3 kilo deyir nədir? Kök şirəsidir. Bax, yazıram bura 3 kiloqram kök şirəsi. Onda mən nə edəcəm? Normalda şirə nə qədər olmalı idi? 1 kilo kökdən 600 qram şirə alınırdı. Yazıram bax, 1 kilo kök olanda nə alınır? 600 qram şirə alınır. Bəs deyir ki, indi 3 kiloqram kök şirəsi almaq istəyir. Yəni şirə nə qədər olmalı? 3 kiloqramı çevirsəm 3000 qram şirə almaq istəyirəm. 1 kiloqram da kökü də hazır çevirim qramla yazaq da olacaq 1000 qram. Kökdən də bu qədər. Deməli 1000 qram kökdən 600 qram şirə alınırsa, bəs 3000 qram şirə nə qədər kökdən? X qram kökdən alınır, düzdür? Bunu nisbətlə yazsam necə yazaram? 1000-in